İşokan tibbi cihazı həm masajör, həm iynə batırma, həm akupunktura və eyni zamanda orqanlarda olan, meridianlarda olan daxili enerji tənzimləməsində çox böyük rolu var. Aparatın gördüyünüz kimi 5 yumru dişçikləri var. Hər dişçikdə də 7 ədəd akupunktur iynə nöqtələri var. Bu metalın üzəri xrom mineralıdır, xrom 3 mineralıdır. Əgər biz bu aparatı qeyd olunan nöqtələrə gəzdirəriksə, işə salandan sonra həmin şokkan aparatı qeyd olunan akupunktur nöqtələrə gəzdirəriksə, bioenerjinin tıxanıqlığı açılır, vibromasaj, refleksoterapiya edir, qan dövranını sirkulyasiya edərək mikrosirkulyasiyanı yaxşılaşdırır, bədəndə olan xəstəlikləri, ağrını, duzlaşmanı, iltihabi xəstəlikləri aradan qaldırır, həmçinin negativ enerjini çıxarır. Baş ağrılarında, təzyiqdə, qalxana bənzər vəzin problemində, ürəyin işemik xəstəliyində, mədə ağrılarında, diz ağrılarında, oynaq problemlərində, onurğada olan problemlərdə, saçların qurunmasında, seborreia kimi xəstəliklərdə, miqrendə işokan aparatının əvəzsiz rolu var.